Goranboy rayonu Bağçakürd kənd sakini 64 yaşlı Mina Məhərrəmova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evə basqın olması barədə məlumat verib. Aparılan araşdırmalar zamanı məlum olub ki, 2 nəfər maskalı şəxs gecə saat 1 radələrində qanunsuz olaraq Mina Məhərrəmovanın evinə girərək qadına və onun 12 yaşlı nəvəsinin üzünə qaz balonu püskürdüb. Daha sonra cinayətkarlar evdə axtarış apararaq oradan 160 manat pul və 1500 manat dəyərində qızıl əşyalar aparıblar. Goranboy rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin hadisəni törədən Gəncə şəhərində yaşayan İskəndərov Ayaz Etibaroğlu və deməli Xanov Mahmud Ağalaroğlu olmuşlar. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslər tutularaq istintaqa təqdim edilmişdir. Hazırda istintaq hərəkətləri davam etdirilir. Saxlanılan şəxslər götürdükləri borc pulu qaytarmaq üçün bu əmələ əl atdıqlarını deyiblər və tutduqları əməldən peşmandılar. Yerdə oturmuşduq. Nətər eləyək dedik, elə qərara gəldik ki, iş tapılmadıq. Oğurluq eləyək. Öldürməsələr gördü ki, belə bir ev var. Orada yekələnmişdim mən, qonşuydu. Yəni, nəsə məqsəd də yox. Yəni ki, dedim, məsəl üçün, 500 manat pulu var. Götürüb çıxarıq. Mən də borcum çox idi, dostumun da. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş açılaraq araşdırmalar aparılır. Xaliq Qurbanlı, Elgün İsoğlu, Goranboy. Bakıda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 55 yaşlı kişi külli miqdarda müxtəlif növ narkotik vasitəni satmaq istəyərkən